Aldım sonra. Alın da alın, gözləyirəm. Gözləyirəm də alın, mən gözləyirəm. Niyə narahat olursunuz? Direktoru çağırın onda. Çağırıram da direktor. Gözləyirəm də mən məktəbin içərisində deyiləm, həyətindəyəm. Direktora məlumat verin. Direktora məlumat verin də, biz girək bir dənə içəriyə. İstəyirəm. Bir də icazə narahat olmayın, verirsiz, heç sonra nə yaxşı olmayacaq. deyil axı belə. Biz icazəsiz Narahat olmayın. Direktoru da çağırardınız. Direktor haqqında iddialar var. Yəni bizə lazımdır. Direktorla danışmaq olar, zəhmət olmasa. Bura bax, icazəsini girmiş ki məktəbə. Şikayət var və şikayət çoxdur, Məktəbin iddiadır. direktoru, rəhbəri. Gəlin gözləyirəm. İcazə zəhmət olmasa alaq. Cədvəl oradadır. Bəs bu nədir onda? Dərs cədvəli. Bəli. Gəlin. Zəhmət olmasa gəlin, buyurun. Yəni bir neçə iddia var haqqınızda onunla bağlı. Zəhmət olmasa. Bəli, buyurun. Bəli. Barometr televiziyasından. Barometr televiziyasından. Bəli, bəli. Siz icazəsiz məktəbə soxulmusunuz. Təhsil müəssisəsinə soxulub məktəbin otağını çəkmişsiniz. Buraxmısan içəri? Yəni məktəbdə nə baş verib ki, bizim çəkməyimizə olmaz? Yəni hansı səbəbə görə ki, məktəbi çəkmək olmaz? Zəhmət olmasın. Bəli, buyurun. İcazəsiz qapalı müəssisəyə giriş qadağandır. Zəhmət olmasa bizim yuxarı təşkil belə deyək də, Bəli. bizim tabe olduğumuz Elm və Təhsil Nazirliyi, Şirvanşahar Regional Təhsil İdarəsinə müraciət edərək icazə alaraq buyura bilərsiniz. İndi siz çıxmısınız da, gəlin sizə suallarımızı verək. Haqqınızda bir neçə iddia var axı. Bəs haqqınızdakı iddialar nə olacaq? Özünüzü müdafiə eləməyəcəksiniz. Gördüyünüz kimi direktor özü bizimlə bir yerdə, yəni məktəbi tərk elədi, ancaq suallarımıza cavab verməkdən yayındı. Nicat Hüseynovun göstərişi ilə mühafizəçi bizə yaxınlaşaraq bildirdi ki, direktor deyir ki, polis çağırıb üzünüzə duracağıq ki, bizdən rüşvət istədiniz. Bəli. Bəli, buyurun. Belə lazım olsa mən də görəcəm üzünə ki, gəlib rüşvət istəyirlər. Kim bilir rüşvət istəyir? Sizin Doğrudan. vallahi indi gələcəklər. Deyir üzünə dayanacam ki, indi polislər gələcək deyir, üzünə dayanacam ki, məndən rüşvət istəyirlər.